Bismillahirrahmanirrahim. Onlar mal-dövlətlərindən infaq edərlər, namaz qılarlar və işlərini öz aralarında məsləhətlə görərək həll edərlər. Şura surəsi ayə 38. Çox erkən bir səhər idi ki, Hadi Zülfiqari mənə zəng etdi. Telefonu götürdüm, yalnız ağlamaq səsini eşidirdim. Alo, ağa Hadi, birdən fəryad etdi. Hacı, Seyyidəli getdi, Seyyidəli şəhid oldu. Hadi bu qədər narahat olmaqda haqlı idi. Çünki o Seyyidəli Mustafəvinin vasitəsilə hidayət olunmuşdu. Bu inqilabi tələbə və mədəniyyət təlimçisi Seyyidəli Rıza Mustafəvi müharibənin son illərində dünyaya gəlmiş və şəhidləri görməmişdi. Dindar bir ailədə böyüyən, müasir və səliqəli geyinən bir yeniyetmə idi. Bir anda qələbənin ilahi nəğməsi ilə Seyyid Murtəza Avini ilə tanış oldu. Elə bununla da onun şəhidlərə olan marağı başladı. Bundan sonra Seyyid məscidə ayaq açdı. Bəsici dostlarla və mədəniyyət təlimçiləri ilə əlaqəyə keçdi və get-gedə məscidin fəal mədəniyyət işçisinə çevrildi. Zəkası və idarə etmə qabiliyyəti onu tezliklə məscidin mədəniyyət məsələləri üzrə məsul şəxsinə çevirdi. Seyyidəli digər məscidlərin təlimçiləri ilə iclaslar keçirirdi və deyirdi: "Mədəni işlərdə bir-birimizlə məsləhətləşməliyik və başqa təlimçilərin və böyüklərin fikirlərindən istifadə etməliyik." Bu məsləhətləşmə yığıncaqları onu peşəkar bir təlimçiyə çevirdi. Hələ 18 yaşı tamam olmamışdı. O dövrdə məsciddə bir neçə məsul şəxs və təlimçi olmuşdu. Amma Seyyidəlinin onlardan əsas fərqi cəmaat namazına xüsusi əhəmiyyət verməsi idi. O, məsciddə keçirilən bütün proqramları namaz vaxtına uyğunlaşdırırdı. Bütün uşaqlar namaz vaxtı məsciddə olurdular və namazdan dərhal sonra dərslər və iclaslar başlayırdı. Bəzi dərsləri isə elə planlaşdırırdı ki, azan səsi ilə dayandırılsın və hamı namazda iştirak etsin. Namazda iştiraka təşviq üçün çox yaxşı motivasiya üsullarından istifadə edirdi. Bir də görürdük ki, əvvəllər yeniyetmələrlə dolu olmayan məscid indi ümid və şövqlə dolub daşır. Hətta məscidin həyətinə xalçalar sərildi. Çünki namazda iştirak edən gənclər çoxalmışdı. Amma onun fərqli xüsusiyyətlərindən biri də digərlərinin təcrübəsindən istifadə etməsi idi. Bir dəfə ona dedim: "Filan kəs məscidə namaza gəlir. Vaxtı ilə Sepahda mədəniyyət təlimçisi olub." Seyyid dərhal onun yanında oturub 2-3 saat onun təcrübələrini dinlədi. O, şagirdlərin valideynləri ilə məsləhət toplantıları təşkil edir, bu yolla mədəniyyət işlərini aparırdı. Seyyidəli orta məktəbi bitirdikdən sonra elm yolunu seçərək hövzəyə daxil oldu və mədəniyyət fəaliyyətlərini də gücləndirərək davam etdirdi. Hər il müqəddəs Məşhəd və Nur yolçuları düşərgələrini təşkil edir, bir çox fərqli düşüncəli gəncləri məscidə və mənəviyyata cəlb edirdi. Şəhid hərəm müdafiəçisi Hadi Zülfiqari onlardan biri idi. Seyyidəli azacıq tələbə gəlirindən bir neçə ehtiyac sahibinə yardım edirdi. Biz bunu sonra öyrəndik. Çünki özü üçün heç nə saxlamırdı. Deyirdi: "Allah Quranda ən çox infaqdan danışıb və biz də buna əməl etməliyik." Zaman keçdi, ta ki 2009-cu ilin yayına Yaşıl hərəkatın fitnəsi başladığı günlərə gəlib çatdı. O, həmin günlərdə bir neçə dəfə fitnəçilərin hücumlarına məruz qaldı. Seyyid gəncləri topladı və yayda Nur yolçuları düşərgəsini təşkil etdi. Hərəkət etməzdən öncə Yaşıl hərəkat üçün vəsiyyətnaməsini yazdı. Sanki bu son səfəri olduğunu bilirmiş. Səfərin sonunda səhhəti pisləşdi və xəstələndi. Bir ay sonra şəhidlərlə birlikdə Nur aləminə köçdü. Vəsiyyətnaməsində belə yazır: "Salam olsun İmam Zaman Əcəlallaha və İmam Xomeyniyə, İmam Xomeyninin yolunun davamçısına. Salam və ehtiram olsun həmçinin daim Aşuranı dirçəldən Hizbullah ümmətinə, istər bayraqlar altında, istərsə də savaş meydanlarında, salam olsun. Bu günahkar və itayətsiz bir bəndə olan Seyyidəli Rıza Mustafəvinin vəsiyyətnaməsidir. O kəs ki, ömrünü cəhalət və qaranlıq içində keçirdi və hansı cəhalət Allahın hüccəti olan
İmam Zaman Əccəlallahdan qafil olmaqdan daha böyükdür. Ümidvaram ki, Allah pak və əcdadlarının hörmətinə bizi bağışlayar. Bu aciz bəndə şəhid avininin bu sözünə sığınır. Deyirlər ki, günahkarlara bu karvanda yer yoxdur, amma peşman olanları qəbul edirlər. İndi görürəm ki, bir çoxu zülmətə qərq olub və bununla bağlı narahatlıq keçirir. Onlara görə kədərlənir. Allahdan onlar üçün hidayət diləyirəm. Axı şəhidlərin vəsiyyətnamələrində oxumadınızmı ki, demişdilər, İmamı və vəliyi fəqihi yalnız qoymayın. Axı ömrünüz boyu biz küfəlilər deyilik ki, əlini tənha qoyaq demədinizmi? Axı tarixi görmədinizmi? Necə imamlarını tək buraxdılar və nəticədə Mövla başını quyuya söykəyib onunla dərdləşdi. Vay o günə ki, aldandınız, dünya və siyasət oyunları ilə məşğul oldunuz və yolu azdınız. Əsas ox vilayət idi, amma siz onu şəxsi mənafelərinizə qurban etdiniz. Bəziləri bir parça-parçaya sığınır ki, güya Qur'an vərəqlərini nizənin ucuna keçirmişlər. Bəziləri Allahu Əkbər deyirlər. Elə o adamlar kimi ki, İmam Hüseyn əleyhissalamın başını bədənindən ayırarkən də Allahu Əkbər deyirdilər.